Lənkəranda bir kişini girov götürərək işgəncə veriblər. Hadisə şəhər ərazisində qeydə alınıb. İttiham aktına görə 34 yaşlı Fuad Mustafayev evdə arvadının telefonuna gələn "Niyə mənə cavab verməmsən?" mesajını görüb və yazanı arvadı ilə çay zavodunda işləyən Qasımı müəyyən edib. Dostu Mahir ilə birlikdə Qasımı Füzuli küçəsindəki avtomobil sexinin qarşısından maşına mindirərək Fuadın evinə aparıblar. Evin ikinci mərtəbəsində zərər çəkəni 10-15 dəqiqə nalayiq ifadələrlə təhqir edib, sonra alçatmaq məqsədi ilə zorlayıblar. Fuad həmçinin balta ilə Qasımı ölümlə hədələyib. Hadisə anlarını Fuadın oğlu telefona çəkib, lakin video sonradan silinib. Fuad və Mahir saxlanılıb. Barələrində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Hər iki şəxs üzr istədiklərini, azyaşlı uşaq atası olduqlarını və zərər çəkənə dəymiş ziyanı ödədiklərini bildirərək yüngül cəza xahiş ediblər. Lənkəran rayon məhkəməsi hər iki təqsirləndirilən şəxsə 1 il müddətinə azadlıqdan məhrum etmə cəzası verib.